Rusiyada və yaxud da Amerikada. Ana oğul anaya deyir, ana, я живу жена, просто ребенок есть, uşağı var, он его mуж или нету, yəni ayrılıb. O ana da oğula deyir, no problema, tək ki sən xoşbəxt ol. Maltiki gedir alır. Azərbaycanda oğul anaya yaxınlaşır bəzi ailələrdə. Ana, mən bir qadın sevirəm. Hə, axır ki evlənirsən, nə yaxşı. Amma bir problem var ana. Baş rollarda Zita. Nədə oğul? Əlin qoyur rəyinə. Nə oldu tezdə? Oradan mən təzyiqlərim az deyəndə, nə oldu artist deyəndə? Oradan təzyiqlərim almış. Deməyib ha, hələ təzyiq dərmanı gəzir. Oğlan yazıq olayları gətirir gözünün qabağına. Bu dəqiqə stəkan uçacaq, ana ürəyə gedəcək yerdə. Bu kino teatrları xatırlayır, deyim. Uzun bir müddətdən sonra fikirləşib, qərar verəndən sonra deyir ki, mən boşanmışam uşağı. Nə deyirsən ay bala? Mən boşanmış uşağı. Oğul nə deyirsən? Mən boşanmış qızları uşağı. Boşanmış uşağı. Ay bala nə deyirsən? Boşanmış uşağı. Boşanıb uşağı var. Axır ki dedi. Ana. Benzini tökməsmə yaptır ana. Bu sinirli səni ağlar edəmərəm. Səni oğulluqdan silərəm. Bəni Europanın içində qaçıran içində biləbiləyəm. Dedi. Üzünü çırdı. Bu söhbət bəzi ailələrdən gedir. Qoydu yerə. Oğlanın məhəbbətin içində bir dipçə gül. Üstünə də haftağı ilə suladı. Üstünə də yazdı Allah rəhmət eləsin. Növbəti istansiya Qara Qarayev. Yönəlirik ulduza. Bəli. Beləliklə ana götürür qızın şəklini. Qaçır mollaya. Ay molla evim yıxıldı. Molla dedi buyur. Oğlum bir qadına ilişib. Filan kəsə, özdə boşanmışlara filan kəs deyirlər, filan kəsə. Elə bunun əlindən mənim oğlumu al, yedizdirir, içizdirir, oğlum olan xəşləyir, oğlumun olanın qalanını da alıb əlindən. Yazıq qız, bədbaxt qız, heç nə görməyib. Uca senarini yazdı, oğlunu bundan evləndirdi, oğlu bunun evinin dalından keçdi. Hər şeyindən keçdi, öldürdü qızı, cındır evladı qoydu ora. Molla qızı tanımamış, üflədi qıza getdi.